Gürcüstanın Brent yanacaq doldurma məntəqələrinin əksəriyyətində yanacağın qiyməti yenidən artıb. Xəbər zulağı az xəbər verir ki, son 4 gündə qiymət artımı 5-5 tetri arasında dəyişib. Nəticədə cari il martın 9-dan bu günə qədər yanacağın qiyməti 5-9 tetri artıb. Hazırda bəzi yanacaq doldurma məntəqələrində super markalı benzin 3.99 liraya 46 tetri artım, premium markalı benzin 3.59 liraya 52 tetri artım, euro regular isə 3.45 liraya 48 tetri artım satılır. Ən çox bahalaşma dizel yanacağında qeydə alınıb. Deyək ki, euro diesel markalı dizel yanacağı 3.97 liraya 90 tetri artım, effektiv diesel isə 3.69 liraya 85 tetri artım alıcılara təklif olunur. Qeyd edək ki, yaxın şərqdə baş verən hadisələr, xüsusilə Hörmüz boğazı vasitəsilə daşımaların gecikməsi qlobal neft bazarına təsir edir.